1-2-3 portfel nədir? Yəni siz öz portfelinizi 3 hissəyə bölmək olar. 3 hissədən 20, 30 və 50% olsun. Burada 20% daha deyək belə aqressiv və spekulativ bölgə eləyə bilərsiniz. Siz hansısa bir master seçə bilərsiniz, hansısa ki, kripto ilə işləyir və ya aqressiv scalping ilə məşğuldur. Bu sizə nə verir? Bu sizə həm artım, yaxşı qazanc verir, amma eyni zamanda risk də verir. Çünki risklər də böyüdür. Sonra isə ikinci bu piramidada yer tutan artımdır. Qızıl və indekslər 30% ora verə bilərsiniz və fundamental 50% mən məsləhət görərdim ki, Forex üzərindən qurun. Düzdür, orada siz baxsanız görəcəksiniz ki, gəlirlər çox deyil, amma sizə nə lazımdır ki, öz olan depozitini itirməyəsiniz. Yəni ki, öz bir bazanız olsun, hansı ki sizə bir dəstək verəcək, hansı sizə saxlayacaq və qalan artıq artım üçün və risk üçün də ola bilər. Eyni yanaşma mən investida hər zaman deyirəm ki, portfel quran zaman, portfel bir qaçılmaz bir şeydir, bunu qurmalısınız. 50% lazımdır öz vəsaitlərinizi daha dayanıqlı, daha konservativ, çox gəlir söz verməyən, amma eyni zamanda itkiyə meyli olmayan alətlərə investisiya edəsiniz.